sivilizasiyanın təqdim elədiyi hər bir şey bizim inkişafımız üçündür. Yəni bu texnologiya bizə inkişaf verir. Ancaq bəzən onlardan biz yanlış istifadə edirik. Sosial media mənə görə lazımdır, mütləq lazımdır. Çünki mən bir yazıçı olaraq New Yorkda böyük bir təqdimat mərasimimiz olacaq. İşlərimizin 80%-i sosial media ilə görürük. Ancaq mənfi tərəfləri də var. Süni intellektin mənfi tərəfi var, ciddi şəkildə mənfi tərəfləri var. Platonun bir Fedrus adında bir əsəri var. Orada Sokratın bir dialoqunu gətirir. Yunan tanrısı Totla Yunan padşahı olan Tanusun arasında dialoqu danışır. Tot deməli kimdir? Yazını ixtira edən Allahdır. Yazını, rəqəmləri bu Allah ixtira eləyib. Gəlir Tanusun yanına, deyir ki, padşah sağ olsun, mən bir kəşf eləmişəm. Bu kəşfdən sonra insanlar daha müdrik olacaqlar və daha inkişaf eləyəcəklər. Nəyi kəşf eləmişsən? Deyir yazını, rəqəmləri, artıq fikirlərini yazacaqlar. Padşah qayıdır Tanus ona deyir ki, əslində deyirsən bizi bədbəxt elədin bununla. Çünki insanlar artıq beyinlərinə yox, o yazıya güvənəcəklər və düşünəcəklər ki, artıq məlumat oradadır və mən beynimdə bunu saxlamağa gərək yoxdur və beyin inkişafdan qalacaq. İndiki dövrə biz inkişafa baxanda görürük ki, texnologiya inkişaf etdikcə biz ağlın potensialından daha az istifadə edirik.